Değerli izleyiciler, sizə çox maraqlı bir mənzərəni təqdim etmək istəyirəm və bu sizin yaratdığınız yaxud yarada bilmədiyiniz, həm də faydasını görə bilmədiyiniz iqtisadiyyatın ölkə ərazisində səpələnməsi ilə bağlıdır. İlham Əliyevin çox sevimli sözlərindən biri nədir? Neft gəlirləri ədalətli şəkildə bölünür. Yəqin ki, onun bu sözlərinin paytaxtın uzqar çıxışlarında və ya girişlərində plakata çevrilib, həm də insanların gözünə soxulmasına macal tapıblar. Oralardan daha yaxşı görə bilərsiniz, belə plakatlar var ya yoxdur. Orada yoxdursa da İlham Əliyevin iqtisadi siyasətlə bağlı bütün çıxışlarında var. Ümumi daxili məhsuldan başlayacağım, yəni ÜDM-dən və onun üzərində şərh etməyə çalışacağım. ÜDM, ümumi daxili məhsul, ölkə daxilində bütün iqtisadi fəaliyyət nəticəsində yaradılan əlavə dəyərdir. Bura ölkə ərazisindəki istehsalçı, satış və xidmət sahələrində yaradılan yeni dəyərlər və dövlətə məxsus şirkətlərin xaricdəki fəaliyyətdən ölkəyə gələn gəlirləri daxildir. İndi gəlin bunu strukturlaşdıraq. Ölkə daxilindəki yerli istehsalın 99%-i Əliyevlərə məxsusdur və ya aiddir. Yerli satış yerlərinin 99%-i Əliyevlərə məxsusdur və ya aiddir. Yerli xidmət yerlərinin 99%-i Əliyevlərə məxsusdur. Mən bütün bunlar Əliyevin ailəsinə məxsusdur və ya aiddir deyəndə havadan təsəvvür yaratmıram. Təcrübə göstərir ki, hazırda hansısa məmurun adına olan istənilən fəaliyyət sahəsi də həmin məmurun vəzifədə olduğu müddətdə ona aid olan sayılır. Faydasını da cari qaydada görür. Vəzifədən çıxarılan gün onun əlindən alınıb Əliyevlərə təhvil verilir. İkinci bir qeydim də var. Diqqət etdinizsə, mən 99% deyib 1%-i ayırdım. Bu 1%lik fərq həcm və dövriyyə göstəricilərinə görə əhalinin hansısa qruplarına aid ola bilir. Əslində, yox hesab edə biləcəyiniz qədər cüzi bir fərqdir. Yerli şirkətlərin xaricdəki fəaliyyətlərdən gəliri deyə fərqləndirdiyim bir qrafa da var. Dövlətə məxsus olan bu tip şirkətlərdən yalnız neft şirkətinin gəlirini göstərmək və ya görmək olar. Amma onun da gəlirləri neft fondundan transfertlər vasitəsilə büdcəyə, oradan isə Əliyevlərin şirkətlərinin qazancına yönəldilir. Xaricdə fəaliyyət göstərən Azərbaycan mühərrikli özəl şirkətlərin qalan hamısı yalnız Əliyevlərə məxsusdur. Deməli, bu bölmə üzrə bütün gəlirləri də Əliyev ailəsinə aid edə bilərsiniz. O zaman rahat şəkildə demək olar ki, ÜDM bərabərdir Əliyevlərin yerli istehsal göstəriciləri. Üstəgəl Əliyevlərin ölkə daxili satış gəlirləri, üstəgəl Əliyevlərin xidmət gəlirləri, üstəgəl Əliyevlərin büdcə talan göstəriciləri və Əliyevlərin şirkətlərinin xaricdəki fəaliyyətdən gələn gəlirləri. O zaman ÜDM-in adını dəyişib ƏDM, yəni Əliyevlərin daxili məhsulu və ya Əliyev 99 qoya bilərsiniz. Onda belə bir sual yaranır. Əgər xalq ölkə daxilində gəlir qazanmırsa, bu halda nə ilə dolanır? Cavab verməyə çalışıram. Ölkə əhalisinin böyük hissəsi xarici ölkələrdə mühacirətdədir, miqrasiya ediblər. Əhalinin qalan hissəsi çox cüzi gəlirlə yoxsulluq etməkdədir. Bir qismi isə xaricə gedənlərin göndərdikləri pulla dolanır. O zaman növbəti sual yaranır. Bəs xaricdə işləyənlərin ölkədə qalan ailəsinə və ya yaxınlarına göndərdikləri pullar hansı göstəriciyə aiddir? Cavab var. Bu göstəricinin adı ÜMM-dir, yəni Ümumi Milli Məhsul və düsturu da belədir ki, ÜMM bərabərdir ÜDM plus xaricdən gələn gəlirlər, üstəgəl xarici göndərilən gəlirlər. Burada ÜDM-i az əvvəl anlattım nədir və bunun 99%-i Əliyevlərin gəliridir, məhsuludur. Bəs xaricdən gələn gəlirlər və xaricə göndərilən gəlirlər nədir? Xaricdən gələn gəlirlər, bunlar bayaq dediyim kimi dolanışıq üçün ölkədən gedib xaricdə işləyən Azərbaycanlılar tərəfindən onların ölkədəki ailəsinə və yaxınlarına göndərdikləri pullardır. Bəziləri iddia edə bilər ki, bu pul gəliri qrupuna qrantlar, xaricdən göndərilən yardımlar da daxildir. Bəli, bu elə o cürdə olmalıdır. Amma ölkəyə xaricdən qrant kimə və nə qədər gəlir ki? Bütün qrantlar onsuz da dolayı yollarla Əliyevə tabi olan təşkilatlara göndərilmirmi?
Yardıma gəldikdə isə bütün banklar Əliyevə məxsusdursa, Əliyev ailəsinin xəbəri olmadan kim xaricdən yardım ala bilər? Əlbəttə, xaricdən gələn gəlirlər adı ilə qrant və yardım hissəsi çox cüzi bir məbləğlərdir. O zaman xaricə göndərilən gəlirləri izah edim. Burada 3 gəlir qrupunu açıqlamaq lazımdır. Statistika göstərir ki, ölkə daxilində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin gəlirləri var. Bunlardan bir qismi ölkənin neft sektorunda fəaliyyət göstərən real xarici şirkətlərdir ki, onların ölkədəki gəlirləri öz ölkələrinə göndərilir və bu şirkətləri hər birimiz tanıyırıq. İkinci qrup xarici investisiyalı şirkətlər isə yenə də dövlət büdcəsindən Əliyevin oğurlayıb xarici ölkələrə daşıdığı pullar hesabına xarici ölkələrdə yaradılmış və sonra Azərbaycana xarici investor kimi gətirilən ailə şirkətləridir. Yeri gəlmişkən sual verə bilərsiniz ki, əgər Əliyevlər ölkə daxilindəki istehsal, satış, xidmət sahəsində sərbəst fəaliyyət göstərə və qazanc əldə edə bilirlərsə, o zaman bu şirkətlərin Azərbaycanda xarici investor kimi fəaliyyətinə nə ehtiyac var? Bəli, yerli istehsal, satış, xidmət sahələri Əliyevin monopoliyasında olsa da, bu sahələrin əsasən iri dövriyyəli orta səviyyəsini əhatə edir və bu monopoliya əsasən adi insanlara məxsus kiçik dövriyyəli və az gəlirli rəqiblərini sıxışdırmaq üçün olsa da, ölkə qanunlarına görə vergi ödəməlidirlər. Daha çox dövriyyəli və gəlirli sahələr isə məhz az sayda olan dırnaqarası xarici investorlara məxsusdur. Məqsəd nədir? Onu da izah edim. Qanunla xarici investorların vergiləri cüzidir. Təsisçilərinin kimliyini heç kim ayırt edə bilmir və onların gəlirləri xaricə legal gəlir kimi transfer edilə bilir. Beləliklə, xaricə göndərilən gəlirlərin üçüncü qrupuna xalqın xaricə göndərə bildiyi pullar da daxildir. Bu məbləğ çox cüzidir və adətən valideynlər tərəfindən xaricdə təhsil alan övladları üçün göndərilən pullardır. Yəni, bu qəbildən olan cüzi, bəs xaricdə təhsil alan uşaqların valideynləri kimlərdir? Burada bütün sosial kateqoriyalardan olan əhali qrupları var, amma xaricə göndərilən pul kütləsində imkanlı da deyirkən məmur övladlarının qəbul etdikləri vəsait həmin bu kateqoriyada 70%-dən artığı təşkil edir. Amma bu tam fərqli bir mövzudur. İndi isə qayıdaq ÜMM-yə, yəni Ümumi Milli Məhsul göstəricinə. Bu ÜMM və ÜDM göstəriciləri ölkənin makroiqtisadi göstəriciləri sayılsa da, eyni bir hesabatda onların birlikdə açıqlamasını tapmaq mümkün deyil. Yəni, 30 il müddətində heç bir fasilə gözləmədən hər gün 24 saat ölkə iqtisadiyyatını talayan Əliyevlər yalnız göz nəzər dəyməsindən çəkindiklərinə görə bu talanı necə etdiklərini yerli hesabatlarda rəqəmlərlə ifadə etmirlər. Amma bu məlumatları ayrı-ayrı beynəlxalq hesabatlardan da yığmaq mümkündür. Məsələn, 2024-cü ildə ÜDM 74,316 milyard dollar olub. Xaricdən gələn gəlirlər 2,6 milyard dollardır. Xaricə göndərilən gəlirlər 5,3 milyard dollar. 2024-cü ildə ümumi milli məhsul 74 milyard 316 milyon plus 2,6 milyard çıx 5,3 milyard bərabərdir 71 milyard 616 milyon. Qeyd edim ki, bu məbləğ Dünya Bankının hesabatı ilə uyğun gəlir. Orada 2024-cü il üçün 71 milyard 580 milyon dollar göstərilir. 2023-cü ildə isə ÜDM 72 milyard 428 milyon dollar idi. Fred hesabatında da bu göstərilir. Xaricdən gələn gəlirlər 1,9 milyard dollar. Xarici göndərilən gəlirlər 5,2 milyard. Ümumi milli məhsul 2023-cü ildə 72 milyard 428 milyon plus 1,9 milyard çıx 5,2 milyard bərabərdir 69 milyard 128 milyon dollar. İndi isə əsas sual. Rəqəmlərdən də görünür ki, həm ÜDM, həm də xaricə göndərilən pullar Əliyevə məxsus olmaqla yanaşı, xalqa məxsus olan xaricdən gələn pulların məbləğindən
30 dəfədən də çox artıqdır. Və bu müqayisə 30 ildir ki, bu cür davam edir. İndi siz deyin, ümumi milli məhsuldan millətə aid olacaq heç nə yoxdursa, bu ümumi milli məhsulun adını nə qoyaq? Bu söhbətin davamı da olacaq və əsasən hansı istiqamətlər üzrə? Siz tez-tez eşidirsiniz ki, Azərbaycan dövləti xaricdə hansısa şirkətlər yaradır, böyük istehsal müəssisələrini satın alır, Silkveydən tutmuş Soqara qədər ən müxtəlif özəl və dövlət şirkətlərinin müxtəlif xarici ölkələrdə biznes və istehsal xətləri açılır. Söhbət çox nəhəng, hər dəfə milyardlarla ifadə edilən investisiyalardan gedir. Amma ümumi hesabatlarda heç bir gəlir yoxdur. Bu pullar hara gedir dəyərli izləyicilər, siz bilirsinizmi? Bilməlisiniz, çünki faktiki olaraq milli gəlirin anlaşılmaz səbəblər üzündən azalması yaxud uğurlanması prosesinə şahidlik edirsiniz. Bu o deməkdir ki, ölkə daxilində nə qədər məhsul və xidmət istehsal olunsa da, bu sərvətin bir hissəsi ölkədən kənara çıxır və vətəndaşların ümumi gəliri azalır. İqtisadi fəaliyyət artmış kimi görünsə də, bütün ÜDM axı yüksəkdir. Əslində ölkə vətəndaşlarının rifahı artmır, əksinə azalır və bunu siz əyani şəkildə öz üzərinizdə müşahidə edirsiniz. Dediyim kimi, bu məsələ ilə bağlı irəlidəki günlərdə daha bir söhbətimiz olacaq.